Salam doktor. Bir ay önce futbol oynarken dizim burkulub. Həkimin MRT lazım deyibdi. Çəkdirdim, dizimdə bağ qopub, əməliyyat olmalısan dedilər. Əməliyyatsız sağalması mümkündürmü? Əgər peşəkar idmancısınızsa və ya gəncsinizsə, dizinizin stabilliyi üçün əməliyyat qaçınılmazdır, sizə də bildirildiyi kimi. Amma daha yaşlı, aktiv idmanla məşğul olmayan və əsas da o hərəkət zamanı pilləkən enərkən dizdə boşalma hiss etməyən xəstələrdə biz fizioterapiya və əzələ gücləndirməsi ilə də davam edə bilirik. Yəni, qərar bağın vəziyyəti deyil, sizin həyat tərziniz verir. Bu xəstə kimi siz izləyicilərin də sualları yarandıqda ekranda görünən nömrə vasitəsilə suallarını bizə yönəldə bilərsiniz. Hər birinizin suallarına baxırıq, oxuyuruq və zamanımızın, enerjimizin yetdiyi qədər cavab veririk. Bu pasiyentin sualına çəkiliş ilə cavab verə bildik. Ancaq sizlərin sualına da ən azından yazılı şəkildə cavab verməyə çalışacağımıza əmin ola bilərsiniz.